Mətbəx çanağın tutulubsa, həmən kimyəvi vasitə almağa tələsmə. Əvvəlcə 1 stəkan qaynar su tök, üzərinə 1 xörək qaşığı soda, sodanın üstündən isə yarım stəkan sirkə əlavə et. Bundan başqa, əgər vanna otağında tutulma varsa, içki üçün olan bu borucuğu götürürsən, üzərində maili kəsimlər atırsan. Bu şəkildə. Sonra isə kəsdiyimiz bu borucuğu fırladırsan. Əgər düşünürsənsə ki, bununla bitdi, yox. Əgər mənim kimi belə əlcəklərdən istifadə edirsənsə və olur ki, su gedir əlin içinə, əlin su olur, bundan ötürü sadəcə əlcəyi istifadə edəndə bu hissədən bir balaca qatlamaq lazımdır. Su axmır, bu hissəyə yığılır və əlin quru qalır. Videonu bəyəndinsə dostlarına göndərməyi, like eləməyi və abunə olmağı unutma. Bura çox maraqlıdır.